Bir yerə gedəndə hazırlığa nə qədər vaxtınız gedir? Nə qədər vaxtım olduğuna baxır. 5 dəqiqə varsa 5 dəqiqə, 1 saat varsa 1 saat. 5 dəqiqəyə hazırlaşa bilirsiniz. Oğlanlar bacarır. Evdən çıxarkən hazırlanmağınıza nə qədər vaxt gedir? Evdən çıxarkən hazırlanmağım həmişə mənim ən böyük problemlərimdən biridir. Daimi də buna görə də işə gec qalıram və başa düşüldüyüm üçün də heç vaxt anlamıram buna görə. Harasa gedərkən hazırlığa nə qədər vaxtınız gedir? Mənim az, ailə ilə çıxanda 15 dəqiqə, 20 dəqiqə minimum. Evdən çıxarkən hazırlanmağınıza nə qədər vaxt gedir? Təxminən 20-30 dəqiqə. Evdən çıxarkən hazırlanmağınıza nə qədər vaxt gedir? Bu getdiyim yerdən asılıdır biraz. Bəzən 5 dəqiqə, bəzən də 15 dəqiqə ola bilər. Məndə həmişə Brepsonsun əgər təmizliyə baxsa, səhər-səhər durmaq üçün özünü çimirəm Brepsonsun. Hazırlanmaq arası gedəmə 10 dəqiqə, 15 dəqiqə hazırlama vaxt çəkir maksimum. Düzdür, paltarlar həmişə sağlam vəziyyətdədir, təmizdir, həmişə yaxşı vəziyyətdədir. 15-20 dəqiqə tək başıma insanım onsuz da.